Hər səhər ac qarnına 100 qram vursaz, bir həftə 2-3 kiloqram çəki atacaqsınız. Xolesterin və toksinlərdən azad olacaqsınız. Dəriniz daha cavan, parlaq və tərtəmiz olacaq. Təriyi yox olacaq, enerjiniz artacaq, saç tökülməniz dayanacaq. Bu 2-50 qramlıq şotu hazırlamaq üçün bizə rəfinə olunmamış soyuq sıxım zeytun yağı lazım olacaq. Mən Abşeron firmanın zeytun yağlarını həmişə alıram. 50 qramlıq stəkana yarısından biraz çox zeytun yağı tökürəm və üstünə bir dilimin limon sokunu əlavə edirəm. Qarışdırıb hər səhər ac qarnına içirəm. Bu şot metabolizmi gücləndirir, mədə, bağırsaq, qaraciyər və damarları təmizləyir. Zeytun yağın tərkibindəki alein turşular, polifenollar güclü antioksidantlardır və tərkibindəki vitamin E, K, A, D orqanizmi içərdən cavanlaşdırır, dərinizi parlaq və tərtəmiz edir. Və saçları yumşaq ipək kimi edir. İkinci şotun tərkibində xlorofildir. Bunu çox vaxt həm səhər, həm yeməkdən əvvəl qəbul edirəm. 50 mg suya bir xörək qaşığı gündə 2 dəfə. Məndəki xlorofil mentol dadı verir, ona görə yeməkdən əvvəl qəbul edəndə iştahı çox yaxşı azaldır. Ona daxili dezodorant da deyirlər. Bədənin pis qoxularını, tər və ağız iyini yox edir. Bədəni toksinlərdən azad edir, metabolizmi gücləndirir və immuniteti qaldırır. Enerjiniz çoxalır, bağırsaqlarda ziyanlı mikrofloranı öldürür, feritini qaldırır, dərini də təmizləyir və saç tökülməsini də dayandırır. iHerb-dən sifariş vermişəm. Orada sifariş qaydası çox asandır. Trendyol-dakı kimidir. Sifariş zamanı Sevanacaq promo kodunu istifadə etsəz, sizə əlavədə endirimlər olunacaq. Sifarişlər 2 həftə ərzində düz Azərbaycana heç bir karqosuz çatdırılır. Düz ünvanınıza.